Bismillahirrahmanirrahim. Mübarək Ramazan ayının 8-ci günün duası. Allahümme rzuqni fihi rahmetel eytami ve it'amet taami ve ifşa'es salami ve sohbetel kirami bi tevlike ya melce'el amilin. 8-ci günün mənasında biz Allah'tan istədik ki, ilahi, bu gün yetimlərə qarşı mehriban olmağı, ehtiyacı olanlara yemək verməyi, cemaatla ucadan salamlaşmağı və kəramətli şəxslərlə dostluğu mənə nəsib et. Fəzil və bəxşişini an verirəm. Ey arzu edənlərin pənahı. 8-ci günün müstəhəb namazları 2 rükətdir. Hər rükətdə 1 həmd və 10 İxlas surəsi oxunur və namazı bitirdikdən sonra 1000 dəfə Subhanallah kəlməsini demək. Bütün namazlar 2 rükətli formada qılınır. Dualarınızda bizləri unutmayın.